Xalq artisti Aygün Kazımova müğənni Eldəniz Məmmədovla məclislərdən birində baş verən hadisədən danışıb. Axşam Az xəbər verir ki, Pop Kraliça 2 başlı proqramında məsələyə aydınlıq gətirib. Kazımova bildirib ki, Eldənizdən belə hərəkət gözləmirdi. Səhnəyə çıxmışdım, danışıram, toyda olan qonaqlarla gəlib və əli ilə çiynimə vurur. Dedim ki, inanmaram, Eldəniz buna icazə versin, gördüm yox, yenə çiynimə vurdu. Axırda dedim ki, nə olub? Bir gün gördüm ki, efirdə məni bağışlayır. Eldəniz, gör, mən səni bağışlayıram. Eldənizi başqa cür tanıyıram. Bizim ATV-də Xalq Ulduzu verilişində olub, hətta dedim, bildiyim Eldəniz deyil, onu başqa cür tanıyıram. Xanıma utana-utana salam verir, mən səni bağışlayıram. Bir də heç bir xanım müğənni ilə əllə danışma, bizim elə münasibətimiz də yoxdur, həm də gözəl dost münasibəti olan adam belə bu münasibəti qəbul etməz. Təəccübləndim, Eldəniz qohumunun toyu idi, əhvalın yaxşı idi, bəlkə də işıqlardan məni tanımayıb. Kişi, görmüsən məni, xanımla belə rəftar olmaz, sənətçi olmasaydın deyərdim, hə, hamıya nümunə olmalısan.